Salam, bugün sizlerle birlikte demir yumru hakkında slayt hazırlayacağıq. Onun için birinci PowerPoint açırıq. Bunu açdıqdan sonra boş yer seçirik. En birinci biz öz sinifimizi ve adımızı yazırıq. Adımızı ve soyadımızı yazırıq. Bunu ben yukarı alıram. Bunu ben küçüldürürüm ki biz yazmağa çok yerimiz kalsın. Bunu düzeltmek biraz çətindir. Sonra biz bunun demir yumru hakkında məlumat yazmalıyıq. Onun için ben bunu hazırlamıştım. Böyük hərflərlə yazdım. Siz bunu kısa da yazabilirsiniz isteseniz. Deməli, mən bütün məlumatları yazdığımı bitirdim. İndi isə şəkil düzmək qaldı. Biz şəkilləri aşağı düzəldəcək deyə bunu yuxarı çəkirik. Bunun aşağısına şəkil düzəldəcək.
Mən yazmışam ki, dəmir yumruq əməliyyatı 27 sentyabr 2020-ci ildə başlayıb 44 gün ərzində davam etmişdir. Azərbaycan işğal altında olan torpaqları etmək üçün aparılan hərbi əməliyyatdır. Bu döyüşdə bir çox şəhərləri işğal etdikdə Zəngilan, Qubadlı, Şuşa və digər şəhərləri. Dəmir yumruq havadası ordunun gücünü və xalqın birliyini ifadə edir. Bu ərazilərdə bugün yenidən qurma və inkişaf işləri aparılır. Oxuduğunuz üçün təşəkkürlər. İndi isə biz şəkillər qoyuruq. Bunun üçün də deməli, indi Azərbaycan bayrağının şəklini qoymalıyıq oraya. Bunun üçün Google Chrome'dan istifadə etmişdik. Buradan Azərbaycan bayrağının şəklini götürməliyik. Məsələn, mən bu şəkil istəyirəm. Onun üçün də buradan bunu götürüb kopyalayıb oraya qoymaq olar. Bunun için burada maket seçimde bunu biraz balacalandırıram. Çok büyüktür. Bunu bu tarafa koyuram. Sonra demir yumruq şeklini koyuram. Daha mesela ben bu şekil istəyirəm, bunu koyuram. O hayranın öz seçimidir. Məsələn, kimsə istəyirsə başqa şəkillər də əlavə edə bilər. Sonra əlində Azərbaycan bayrağı tutan əsgər də qoymaq istəyirəm. Məsələn, İlham Əliyev şəklini də qoya bilərik. Onu da etmək olar. Məsələn, mən bu şəkil qoyuram. Bunlarla elə düzəltmək istəyirəm ki, hamısı bir-birinə uyğun olsun. Bütün bir yana koydum. Sonra buranın azad olunduğu gündə Şuşa da azad olmuşdu. Onun için Şuşa qalası koymaq istəyirəm. Bu daha aydındır, bunu koyuram. Bu hayran öz seçimində istəyən çox şəkildə qoya bilər, istəyən az şəkil qoya bilər. Bunu heç kim söz deyə bilməz. Sonra Azərbaycan xəritəsini qoyaq. İşğal olunan torpaqları. Məsələn, bu şəkildə qoya bilərik. Məsələn, hansını istəsək də. Məsələn, bu daha aydındır. Məncə bunu qoyaq. Yoxsa buna bənzər yerlər də varsa onu qoya da bilərik. Bunu da qoyuram da bu son şəkildir. Onu da böyle koydum. Və
slaydımız bitdi. Mən belə hazırlamışam. İndi bunu yaddaşda saxlamaq üçün buradan basırıq və bunu basdıqdan sonra mən ən çox şəkillərdə yadda saxlayıram. Endirilmişlərdə bunun tərcüməsi endirilmişdir. Endirilmişlərdə yadda saxlayıram. Və şəklimiz yadda qalıb. İstəyirsiniz ki, gəlin baxaq. Yadda qalıb deyə. Resimlər. Burada kaydedilmiş resimlər. Ən axırıncı girdişdə bizi buraya yaşanıyor. Və slaydımız bu qədər idi. Video like atmayı unutmayın, şərh yazmayı da yanınızdan çıxarmayın.